Salam, hər vaxtınız xeyir. Parallelogram namaz 8-ci sinif parallelogram bölməsi 13-dən başlayaraq izahını verəcəm. Səhifə 86-cı. Bundan qabaqki izahlar kanalımda var. Buyurub baxa bilərsiniz. Baxaq görək burada nə verdi. Parallelogram verilmiş məlumatlara əsasən x, y dəyişənini tapın. Bilirik ki, qaydaları xatırlayaq. Bilirik ki, parallelogramda qarşı tərəflər cüt bərabərdir. Deməli, yaşılla yaşıl, digər rənglərlə digər rəng bir-birinə bərabərdir. Və bilirik ki, paralel düz xəttin kəsənlə əmələ gətirdiyi daxili çarpaz bucaqlar bərabərdir. Biz də burada baxırıq ki, burada buranı verib 2x. Buranı verib 4y çıx x. Elədirmi? Sonra buranı verib 2y. Buranı da verib x üzərinə gəlirik 20. Bilirik ki, paralelogramda iti ilə iti, korla kor bərabərdir. İti bucaqla iti bucaq. Demək, bunlar iti olduğuna görə bərabərdir. Bunlar isə paralel düz xəttin kəsən əmələ gətirdiyi daxili çarpaz olduğuna görə bərabərdir. İndi bu iki bərabərlikdən istifadə edib x və y-i tapacağıq. Yazıram burada. İndi x üzərinə gəl. Dəqiqə. X üzərinə gəl 20 bərabərdir 2y-ə. Deməli, x çıx 2y bərabərdir mənfi 20-yə. Elə bir ki, y sol tərəfə keçir, ədəd də sağ tərəfə keçir, onda işarə dəyişir. Bir tərəfdən də bilirik ki, 2x daxili çarpazlığa görə bərabərdir 4y çıx x-ə. Burada x-lər bir yerə yığırıq, y-lər də bir yerə. X mənfi x-dir, sol tərəfə keçəndə olur müsbət x, olur 3x bərabərdir 4y-ə. 3 və 4 sadə ədədlərdir, qarşılıqlı sadə ədədlər. Ona görə y olacaq öz qonşusu, x olacaq öz qonşusu. Yəni, nə deməkdir bu? X olacaq, x-in qonşusu nədir? Yəni, öz yanındakı yox, bərabərliyin sağ tərəfdəki 4k. Y də olacaq, öz yanındakı yox, qonşusu, yəni bərabərliyin sol tərəfi 3k. Gətirib, indi y ilə x-in yerinə qoyuruq, bax bu tənlikdə. Bu tənlikdə yerinə qoyuruq, tapırıq ədədimizi. Yaxşı, indi burada y-in yerinə qoyuram 3k, x-in yerinə qoyuram 4k. İndi 4k çıx, 2 də qabaqda var 6k, bərabərdir mənfi 20-yə. 4k-dan 6k çıxsaq mənfi 2k, bərabərdir mənfi 20-yə. Hər iki tərəfdən mənfi gedir, k bərabərdir 10-a. Bizdən x, y soruşur. X-imiz 4k-dır. Bu eləyəcək 4 vur 10, 40. Y-imiz 3k-dır. 3 vur 10, 30. Bu qədər bəsit. Sonra keçək ikinci şəkilə. İkinci şəkildə də bu cürdür. Burada bu verib 110. Bu verib bizə 110. Bu verib x minus y. Bu verib bizə, üzr istəyirəm. Bu verib bizə 2x minus 3y. Burası da verib 30. Yenə qaydaları xatırlayırıq. Paralelogramda iti ilə iti, korla kor bir-birinə bərabərdir. Və burada paralel düz xəttin kəsənlə əmələ gətirdiyi daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Nəsə, bu qaydaları xatırladıq və buradan indi deyirik. X çıx y bərabər nəyə? 30-a çarpazlığa görə. Və digər tərəfdən də baxaraq görüb başqa bizə nə veriblər. Buradan da belə çıxış verə bilərik. Görək bu burada bizə neysə lazım olar. 3 bucaq var burada. 3 bucağın daxili bucaqlar cəmi nəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. Üzərini silirəm ki, şəklim qarışmasın. Buradan əvvəlcə gəlin tapaq. X bərabərdir. 30 üzərinə gəlirəm. Y. Bunu saxlayıram yan cebimizdə. İndi dedik, 3 bucağın daxili bucaqlar cəmi 180 dərəcəyə bərabərdir. 110 üzərinə gəlirəm x minus y. Üzərinə gəlirəm 2x çıx 3y bərabərdir 180 dərəcəyə. X ilə x-i, y-dən y-i. 2x eləyir 3x. Mənfi y, mənfi 3y. Hər ikisi mənfi olduğuna görə toplanır mənfi 4y bərabər. 110 da sağ tərəfə keçər, olar 70. Digər informasiyaları silək. Bunu silirəm. Dəqiqə. 6 getməsən ki, mən onu görə bilim, orada nə ədədlər var. Şəkili də hətta silə bilərəm, çünki artıq mənə şəkil lazım deyil. X, y zaten tapmağı deyil.
Aha, indi x-in yerinə 30 üstəgəl y qoyuram. 3 vurulsun. X-in yerinə qoyuram 30 üzərinə gəlirəm y. Çıx 4y bərabərdir 70-ə. Mötərizəni vurub açaq. 90 üzərinə gəlirəm 3y çıx 4y bərabərdir 70-ə. Bundan biri müsbət, biri mənfi olanda çıxıb böyük işarəsini qoyuruq. Mənfi y bərabərdir. 90 da sağ tərəfə keçir. 70 çıx 90. Y bərabər, mənfi y bərabərdir. Mənfi 20-yə. Hər ikisi mənfiyə vururum, olur müsbət 20. X-im 20, y-im 20-dirsə, onda x-im olacaq 30 üstəgəl y, yəni 50 dərəcə olar. Bu qədər. Keçək, bu 13-cü tapşırıq. Keçək 14-cü tapşırığa. Deyək, AB paralleloqramında perimetr 180. Bax, bir dəqiqə hələ məsələni oxumamışdan öncə deyir, yeni qaydaları xatırlayırıq. Paralleloqramda qarşı tərəflər bir-birinə bərabərdir və iti ilə iti bərabərdir, körlə də kör bucaq bir-birinə bərabərdir. Paralleloqramın perimetri. Gəlin biz bura perimetr dediyinə görə sırası tərəflərimizi adlandıraq. A, A, B, B. Perimetr dediyinə görə 2 vurulsun. A üzərinə gəl B bərabərdir nəyə? 108-ə. 108-ə. Gəlin burada A üstə gəl B-ni taparaq. A üzərinə gəl B bərabərdir. Bir vuruq hasilə görə 108-i 2-yə bölərəm. Eləyər 54. Baxırıq deyir perimetr. AD çıx AB. AD-ni nə ilə işarələmişəm? B ilə. B çıx AB. AB-ni də A ilə işarələmişəm. B çıx A bərabərdir 12. Yine istəyim ki, bunu tərəf-tərəfə toplasam, A-nın biri mənfi, biri müsbət gedər. Qalar 2B bərabərdir 6, 6. B bərabərdir 33-ə. Bizdən nə istəyir? AD və AB-ni tap. AD, B-ni tap. B-ni tapdım 33. İndi A-nı taparam. A-nı da istəyərəm burada qoyaram. İstəyərəm burada. Fərq yoxdur. Hər iki halda eyni cavab alınacaq. Gəlin elə bir burada qoyaq yuxarıda. A üzərinə gəl 33 bərabərdir 54-ə. A da bərabərdir 54-dən 33 çıxsaq 21. Bu qədər. Deməli bizdən nə istəyirdi? AD və AB. AD B ilə işarə olunub, AB də aynı. Deməli 33 və 21 cavablarımız. Gəldik 15-ci tapşırığa. Gözəl suallar var burada. Yenə paralleloqramın perimetri. Paralleloqram dediyinə görə sıra tərəfləri adlandıram. Qarşı tərəflər cüt-cüt bərabərdir. A, A, B, B. Perimetri 64-dür. 2 vurulsun. A üzərinə gəl B bərabərdir 64-ə. A üzərinə gəl B bərabərdir 32-yə. Bunu yazdıq, əlimizdə saxlayaq. AB və AD tərəflərinin nisbəti. Yəni nə deməkdir bu? AB-nin AD-yə nisbəti bərabərdir 3-ün 5-ə nisbətidir. Bunu yazdım ki, gözümüzün qabağında olsun. Birincilər birincilərə, ikincilər ikincilərə bərabər. AB-miz, deməli AB-miz olacaq, açıq yazacağım 3K. AD-miz olacaq 5K. Gətirib burada yeni qoyaq. AB-miz A-dır, AD-miz B-dir. Elə bil A üzərinə gəl 32-dir, yazıram 3K, üzərinə gəlin 5K, bərabərdir 32-yə. 8K bərabərdir 32, K bərabərdir 4. Qutardı, getdi. AB-miz onda olacaq. 3-ü 4-ə vuraram 12. 5K da olacaq. 5-i də 4-ə vuraram 20. Bu qədər bəsit. Bizdən yəqin ki, AD və AB tərəflərini istəyir. Deməli, keçdik 16-cı tapşırığa. Yenə perimetri. Yenə perimetri dediyinə görə tez tərəflərimi A, A, B, B yazıram. Burada bucaqlardan işi yoxdur. 16-cı tapşırıq. Perimetri 86. Yenə yazıram. Paralleloqramda perimetr 2 vurulsun. A üzərinə gəl B bərabərdir 86. Burada A üzərinə gəl B-ni taparam ki 40, 86-nı 2-yə bölərəm 43. ABC paralleloqramında 2A, yaxşı gəlin bunu yazaq. 3AB üzərinə gəl 2AD bərabərdir 102. Gəlin indi yerinə qoyaq. AB-ni biz A ilə işarələmişik. AD-ni isə B ilə işarələmişik. İndi olacaq belə 3A üzərinə gəl 2B bərabərdir 102. 102. Burada A üstə gəl B-də A-nı taparam. A bərabərdir 43 çıx B. Gətirib aşağıda A-nın yerinə 43 çıx B qoyaram. Yazaram 3 vurulsun 43 çıx B
üzərinə gəl 2b bərabər 102-yə. Artıq informasiyaları silirəm. Deməli, 43-ü 3-ə vursaq 9, 129 çıx 3b üzərinə gəl 2b bərabərdir 102-yə. Elə ki, məhsulları sağ tərəfə keçirdirəm. Ədədi də sol tərəfə keçirdirəm. Deməli, mənfi 3b üstə gəl 2b eləyir mənfi b. Sağ tərəfə keçəndə olur müsbət b. Bərabərdir 129-dan da 102 çıxıram. 102-nin çünki işarəsi müsbətdir. Sağ tərəfə keçəndə olur, sol tərəfə keçəndə olur mənfi. 129-dan da 102 çıxsaq 7, 27. Əla. B 27-dirsə, A-nı tapmaq üçün də A bərabər 43 çıx. B-yi də axı yaxı yazmışıq. 43-dən 27 çıxaram. O da eləyəcək. Ben bir sərgə yazım. 43-dən 27 çıxsaq. Demirəm, bu aşağını silim. Bərabərdir 3, 6, 16. Əgər səhv hesablamadımsa. Deməli, tərəflərimiz oldu 27 və 16. 16-da elə AD çıx AB fərqi, sonra 27-dən 16 çıxıb fərqi hesablayacağıq. Yaxşı, keçdik 17-ci suala. 17-ci sualda bizə perimetr verib yenə. A, B, B. İşarə perimetr dediyinə görə test perimetri yazıram. 2 vurulsun A üzərinə gəl B bərabərdir 94-ə. Deməli, buradan tapıram A üzərinə gəl B bərabərdir 4, 7. 47-yə. Deyir ki, 3AD. AD-ni B-ni işarələmişəm. 3B çıx 4AB. 4A bərabərdir 8-ə. Yeni gətirib burada yuxarıda A-nı və yaxud B-ni fərq yoxdur. A bərabər taparam, aşağıda yerinə qoyaram. 47 çıx B. Bunu gəlin belə işarələyək. Deməli. A 47 çıx B-dir. Bunu belə işarələyəm ki, itməsin. Gətirib aşağıda yerinə yazıram. 3B çıx 4 vur 47 çıx B bərabərdir 8-ə. 3B çıx 28, 2 yadda 16, 2 yadda 188, 47 çıx B-dir. Mənfi 4-ü mənfi B-yə vuranda o üstə gəlir 4B bərabərdir 8-ə. Bu eləyər 7B bərabərdir 16, bir yadda 8, bir yadda 9, 196. B də bərabərdir 2, 14, 56'da da 8, 28. Beni tapdım 28. Onda A bərabərdir 47 çıx 28. O da eləyər 20, 19. A'mız 19, B'miz də 28. Baxaq ki, bizdə nə istəyir? AD və AB-ni istəyir. Bəli, tapdıq. Belə. Keçdik 18-ci tapşırığa. Paralelogramında AB tərəfi 24 olub. Üzərinə yazıram 24. Perimetrin 0,2 hissəsinə bərabərdir. Perimetr, burada bir B yazaram. Perimetr nə idi? 2 vurulsun. 24 üzərinə gəl B. Bu perimetrdir. Deyib, perimetrin, ədənin hissəsi tapanı hissəyə göstərəndə də vuruq axı. 10-2 hissəsinə bərabərdir. Nə? AB tərəfi, yəni 24. Gəlin bunları hesablayaq. Bu ixtisar gedə burada qalar 5. 2-ni 24-ə vuraram 48. Üzərinə gəlirəm 2B. Bərabər bu 5 çarpaz şəkildə vurulur 24-ə. 20, bu eləyər 120. 2B bərabərdir. 120-dən 48 çıxsaq. 120 çıx 48. 2B bərabərdir. 2. 11-dən 4 çıxsaq 7, 72. B də bərabərdir 3, 6. B tapdıq 36. 18-də AD tərəfini istəyir bizdən. AD tərəfini də B-ni işarələmiş. O da elədi 36 dərəcə. Keçək 19-cu tapşırığa. 19-cu tapşırıq şəkil, yox, şəkil bu deyil. Paralelogramın perpendikulyarı çəkilmişdir. Bu şəkil deyil. 19-a bir dənə özümüz paralelogram çəkək. Mən şəkilləri vəcədən çəkirəm ki, vaxtımız çox getməsin. Bir dənə paralelogram çəkdik.
Deməli, adlandıraq. A, B, C, D. Paralelogramda AD tərəfinə B-yi perpendikulyarı çəkilibdir. Bura Y yazıram. Çəkilmişdə AY 5-dir. YD 8-dir. ABY. ABY bucağı hansıdır? Bax, budur. ABY biraz xəttim qalın oldu. Aha. Bir dəqiqə. ABY. Bax, ortada qalan bucaqdan söhbət gedir. Bura 30 dərəcədir. Aha, qaydanı xatırlayırıq. Düz bucaqlı, üç bucaqda. Kənarda göstərəcəm. 30 dərəcə, yaxşı, bu təpədə göstərim. 30 dərəcəli bucaq qarşısındakı katil hipotenuzun yarısı. Tutaq ki, hipotenuz 2x isə yarısı olacaq x. İndi baxırıq bura. Öz şəklimizə baxırıq. Bu özü verib ki, ABY 30 dərəcədir. 30 dərəcə bucaq qarşısında katil hipotenuzun yarısı. Hipotenuz da düz bucağın qarşısı. Bax, düz bucaq buradırsa, bunun qarşısı buradır. 5-dirsə, deməli 10 imiş ki, hipotenuzumuz 30 dərəcə bucaq qarşısındakı katil hipotenuzun yarısıdır. Onun yarısı 5 eləyər də. Paralelogramın tərəflərini və bucaqlarını tapın. Paralelogramın tərəflərini tapdıq. Tərəfin birini tapdıq 10-dur. Digər tərəfi, bax budur, 5 digər 8, 10, 3-dür. Digər tərəfi 10-dur. Bucaqları istəyir. Bura 30-dursa, bura 9. Elə bir ki, baxın, bunu kənarda göstərəcəm ki, qarış-quruş olmasın. Deməli, bu düz bucaqlını elə bir ayırıb burada kənarda çəkdim. Düz bucaqlının bir iti bucağı 30-dursa, onda digər iti bucağı 60 olacaq. Deyəsiz, niyə? Düz bucaqlıda iti bucaqların cəmi 90 dərəcədir. Bir bucağım 30-dursa, 90-ı 30 çıxam, digər bucağımı 60 taparam. Deməli, paralelogramın iti bucağı 60-dırsa, onda kör bucağı nə olar? İti ilə körün cəmi 180-dir. Alfa 60 üzərinə gəlirəm. Alfa bərabərdir 180. Alfa bərabərdir 120 dərəcəyə. Tərəfləri və bucağı istəyirdi. Gözəl sual idi. Və tapdıq. Tərəflərimiz 10, 10, 13, 13. Bucaqlarımız 60 itilər. Körümüz isə 120 dərəcədir. Davam edək 20-ci tapşırıqla. 20-ci tapşırıq gözəl sualdır. Diqqətli olaq. 20, bura B, bura C'dir. Burada bir M hərfi. Paralelogramda M tənböləndir. Yada salırıq. Tənbölən nə idi? Tənbölən çəkildiyi bucağı yarıya bölür. Yəni alfa, alfa. Median nə idi? Median çəkildiyi tərəfi yarıya bölürdü. Tərəfimiz, məsələn, bu xətt bu tərəfə çəkilib, tərəfi yarıya bölür. Hündürlük isə qarşı tərəfə perpendikulyar idi. Yəni, bu çox xatırladıq. Bu da deyir, AM tənböləndir. Tənbölən nədir? Hansı bucaqdan çıxıbsa, həmin bucağı yarıya bölür. Alfa, alfa. İndi dayanırıq. Hər heç məsələn oxumuram mən. Baxın, bura. Paralel, düz xəttin kəsəndən əmələ gətirdiyi daxili çarpaz bucaqlar bərabərdir. Çarpazlığı göstərdim. Bax, elə bir ki, bu xətt, yaxşı, belə deyək də, bu xəttlər paralelograma görə paraleldir. Bu da kəsəndir. Kəsənin yaratdığı, üzr istəyirəm, kəsənin yaratdığı daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Bura ilə bura. Yaxşı, indi burada baxaq, bunları siləcəm. Deməli, indi bura alfadırsa, qələmi dəyişirəm. Bura alfadırsa, onda bu içəridə alfa olacaq. Görürsünüz, buranın özünü də verib alfadır, tənbələnin xassəsinə görə. Bu üç bucaqda, baxın, hansı üç bucaqdan söhbət gedir. Deməli, bax, bu üç bucaqda, qırmızı ilə işarələdiyim üç bucaqda, deməli, iki bucaqları bərabərdirsə, oturacağı iki bucaqlar bərabərsə, deməli, yan tərəflərdə bərabər olacaq. İndi bizə deyir ki, AM, deməli, AM, deyəm, baxacaq, məsələ gözüm biraz səbirli olaq. Bunlar silim ki, şəklim qarşı-quruş olmasın. Dedik, çarpazlığa görə burada alfadır. Bax, görürsünüz, üç bucağın, söhbət hansı üç bucaqdan gedir? Baxın, bu üç bucaqdan gedir. Bu üç bucaqdan gedir. Görürsünüz, oturacağı bir bucaq ikisində də alfa, alfadır. Üç bucağın, deyir ki, bizə, hanı məsələ? AM, buradır, 23'dür. CD 18'dir.
Hə, ABM bax bu üçbucağın perimetri istəyir bizdən. Əla. 18 isə burada 18-dir. Axı indi dedik bu bərabər yanlıdır alfa alfa. Onda burada 18 olarmı? Yəni bu tənbölən veribdir. Bu AM-i tənbölən veribdir. Alfa alfa yazdım və burada paralel düz xəttin kəsən əmələ gətirdiyi daxili çarpazlığa görə də bax buranın alfa olduğunu dedim mən. Gördüm ki, burada bərabər yanlı üçbucaq yarandı. Ona görə bura 18-dirsə, burada yan tərəfdə olacaq 18. Baxaq perimetr. Perimetr nə idi? Tərəflərin cəmi. 18 üzərinə gəlirik 18, üzərinə gəlirik 23. O da bərabərdir. Bu 2-yə vursaq 36 eləyər. 36 üzərinə gəl 23, o da eləyər 59. Diqqətiniz üçün təşəkkürlər. Davamı gəlmək üçün kanalıma abunə olub, bəyənib paylaşmağı unutmuruq.